Salam hörmətli izləyicilər. Bu mövzuya aid mən video vermişdim, amma o qədər vacib məsələdir ki, bir daha buna qayıdıram. Dayandıqda qarşı maşına qədər nə qədər məsafə saxlamalı? Bax, tələbə ilə gedirik, hardasa metrə yarım, 2 metr məsafə saxlamışıq və bu zaman maşının arasından adamlar keçə bilər və keçir də. Görürsünüz ki, bu xala deməli maşınların arasından keçir. Əgər biz yaxın saxlasaq, məsələn yarım metr və bu zaman arxadan zərbə alsaq, biz o qadını qarşıdakı maşına pərçimləyə bilərik. Çünki adətən maşın qabağa bir metrdən artıq tullanmır. Biz indi yaxın dursaydı, mən həyəcan keçirdəcəkdim ki, daldan zərbə olsa qadını vuracaq. Və ən maraqlısı odur ki, və ən acınacaqlısı odur ki, registrator olmasa, sizin o qadını vurmaqda günahkar olmadığınızı sübut edə bilməyəcəksiniz. Arxadan gələn deyəcək ki, yo, birinci o getdi, qadını vurdu, sonra mən onu vurdum. Bax belə, ikinci təhlükə nədən ibarətdir? İkinci təhlükə ondan ibarətdir ki, çox yaxın saxladıqda yarım metr, arxadan zərbə alsaz, lap qadın olmasa da, yol keçən piyada olmasa da, maşınınız tullanacaq, həm arxadan zərbə alacaqsınız, həm maşın qabağı xarab olacaq. Yəni, maşını təmir edəndə həm arxasını, həm qabağını təmir etməli olacaqsınız. Ona görə də metrə yarım, 2 metr mütləq saxlayın qarşı maşına qədər ki, xata bəladan uzaq olasınız. Diqqətinizə görə çox sağ olun.